Həmçinin bu məsələdə Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisi var. O məsələyi də istəyirəm aydınlığı gətirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, "Lə hicrətə ba'dəl fəth." Yəni Məkkənin fəthindən sonra hicrət yoxdur. Yəni bu hədisi necə başa düşək? Bu hədisin mənası odur ki, yəni o vaxt ki Məkkə küfr diyarı idi, Mədinə ki o vaxt İslam diyarı oldu, Peyğəmbər sallallahu əleyhi və səlləm vacib görmüşdü. Küfr diyarından müsəlman diyarına köçməyə, yəni Məkkəni tərk edib Mədinəyə gəlməyə vacib idi. Bir dənə acizlər, xəstə və s. imkan olmayanlar qalmışdı, onlar üzürlü idilər. Onda vacib idi. Elə ki Məkkə fəth olundu, müsəlman diyarı oldu, əhalisi İslamı qəbul elədi. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Lə hicrətə ba'dəl fəth." Yəni Məkkənin fəthindən sonra Mədinəyə hicrət vacib deyil. Mənası odur. Yoxsa hicrətin hökmü qalıb. Hicrətin hökmü qalıb və hicrət nə vaxt edilir? O vaxt ki küfr diyarında sən yaşamaq qoymurlar, dinini yaşamağa, onda məcbur vacibdir sənə gedib müsəlman diyarında yaşayasan.